Salam, gəlin bugün iqtisadiyyatın çox fərqli bir üzü ilə tanış olaq. Bu sahə, bilirsiniz, o klassik qrafiklər, statistikalarla deyil, daha çox bir biologiya laboratoriyası kimi, birbaşa insanlarla işləyir. Yaxşı, gəlin birbaşa məsələnin ürəyinə keçək. Sizə çox sadə bir sualım var, amma bu sual əslində eksperimental iqtisadiyyatın nə qədər maraqlı və gözlənilməz olduğunu mükəmməl şəkildə göstərir. İndi biz görəcəyik ki, iqtisadçılar o böyük-böyük nəzəriyyələri, insan davranışı haqqında fikirləri yoxlamaq üçün necə olub ki, kabinetlərini, kitablarını buraxıb birbaşa laboratoriyaya giriblər. Adətən iqtisadiyyat deyəndə, yəqin ki, hamımızın ağlına o mürəkkəb riyazi formullar, tarixi statistikalar gəlir, elə deyilmi? Amma bir anlıq düşünün, bəlkə də iqtisadçılar da eyni ilə bir kimyaçı kimi təcrübələr apara bilər, görəsən bu nələri dəyişərdi? Bax, eksperimental iqtisadiyyat məhz budur. Məsələ, insanların iqtisadi qərarlar verəndə həqiqətən, baxın, həqiqətən necə davrandıqlarını anlamaq üçün onlara nəzarət edilən, yəni kontrollu bir mühit yaratmaqdır. Yaxşı, gəlin indi ən məşhur təcrübələrdən birinə baxaq. Bu oyun demək olar ki, klassik iqtisadiyyatın təməl daşlarından birini yerindən oynadıb. Bax, bu klassik nəzəriyyənin əsas qəhrəmanıdır. Homo economicus. Yəni, insan güya ki, tamamilə rasionaldır, soyuqqanlıdır və həmişə ancaq öz mənfəətini düşünür. Gəlin görək bu əfsanə real həyatda özünü doğruldurmu? Biz həqiqətən də ancaq özümüzü düşünən bir növ hesablama maşınıyıq mı? Okey, gəlin bu çox sadə, amma inanılmaz dərəcədə güclü oyunun içinə girək. Qaydalar belədir. A oyunçusuna deyək ki 10 manat verilir. O, bu pulu B oyunçusu ilə, yəni sizinlə bölüşməlidir. Bir təklif edir. Siz, yəni B oyuncusu, ya bu təklifi qəbul edirsiniz, hərəniz öz payını götürür, ya da rədd edirsiniz. Və əgər rədd etsəniz, heç kim, heç bir qəpik də pul almır. Bir anlıq özünüzü B oyuncusunun yerinə qoyun. Yaxşı, klassik nəzəriyyə nə deyir? Deyir ki, B oyunçusu sıfırdan böyük olan istənilən təklifi qəbul etməlidir. Məntiqlidir, deyilmi? Axı 1 manat da heç nədən yaxşıdır. Amma sizcə, reallıqda insanlar beləmi davranır? Və nəticə həqiqətən də heyrətamizdir. İnsanların böyük əksəriyyəti əgər təklifi ədalətsiz hesab edirsə, onu rədd edir. Hətta bu, heç bir pul almamaq demək olsa belə. Təsəvvür edin, 10 manatdan sizə cəmi 1 manat təklif olunur. Çoxları deyir ki, yox, sağ ol, qalsın, bu ədalətli deyil və nəticədə hər iki tərəf 0 manatla qalır. Bax, bu çox güclü bir həqiqəti üzə çıxarır. Deməli, biz insanlar üçün ədalət hissi bəzən hətta şəxsi maddi qazancdan belə daha vacib ola bilir. Biz sadəcə kalkulyator deyilik, bizim dəyərlərimiz, ədalət anlayışımız var və bu, iqtisadi qərarlarımıza birbaşa təsir edir. Yaxşı, bəlkə də düşünürsünüz ki, iqtisadçılar bu nəticələrin düzgün olduğuna necə bu qədər əmin ola bilirlər? Bütün sirr təcrübənin çox ciddi, dəmir kimi qaydalarla aparılmasındadır. Gəlin baxaq, bu qaydalar nədir? Bu 4 prinsip demək olar ki, eksperimental iqtisadiyyatın qızıl standartıdır. Tədqiqatçı hər şeyi idarə edir. İştirakçıların qərarları real pula bağlıdır, yəni boş-boşuna oynamırlar. Təcrübə o qədər şəffaf olmalıdır ki, başqası da gəlib eynisini təkrarlaya bilsin. Və ən əsası, iştirakçılara qaydalarla bağlı heç vaxt yalan deyilmir. Məhz bu prinsiplər nəticələri etibarlı edir. Gördüyünüz kimi bir iqtisadi təcrübə qurmaq çox ciddi, mərhələli bir prosesdir. Hər şey bir sualla başlayır, sonra dizayn yaradılır, xüsusi proqramlarla kodlaşdırılır, iştirakçılar tapılır, təcrübə keçirilir və sonda da məlumatlar analiz edilir. Bütün bunlar insan davranışını ən təmiz şəkildə, yəni kənar təsirlər olmadan öyrənmək üçündür. Amma bütün bunlar sadəcə bir laboratoriya oyunu deyil, əsla. Bu təcrübələrdən əldə edilən nəticələr bizə real həyatda daha yaxşı bir cəmiyyət qurmaqda kömək edir. Məsələn, başqa bir məşhur təcrübəyə ictimai mallar oyununa baxaq. Bu oyun bizim əməkdaşlıq etmək istəyimizi bir növ sınağa çəkir. Bu təcrübə bizə göstərir ki, insanlar nəyə vergi verir, niyə xeyriyyəçilik edir və eyni zamanda niyə bəziləri heç bir töhfə vermədən ümumi faydadan yararlanmağa çalışır. Və maraqlısı budur ki, bu oyun göstərir ki, bəli, insanlar bəzən əməkdaşlıqdan yayınır. Amma əgər qaydalara əməl etməyənləri cəzalandırmaq üçün bir yol olsa, əməkdaşlıq səviyyəsi kəskin şəkildə artır. Bunun nəticələrini düşünün. İqlim dəyişikliyi ilə mübarizədən tutmuş, adi bir ofisdəki komanda işinə qədər hər yerdə tətbiqi var. Təbii ki, bu təcrübələri keçirməyin fərdi yolları var. Klassik laboratoriyalar var. Burada hər şeyə tam nəzarət etmək mümkündür. Amma bu həm baha başa gəlir, həm də yavaşdır. Bir də var onlayn platformalar. Burada daha sürətli və ucuzdur. Üstəlik dünyanın hər yerindən çox fərdi insanları cəlb etmək olur.
Bəs bütün bunların real həyatda faydası nədir? Çox böyükdür. Məsələn, hökumətlər mobil rabitə tezliklərini satmaq üçün hərraclar təşkil edəndə ən yaxşı qaydaları məhz bu cür təcrübələrlə tapırlar. Ya da insanları pensiya üçün pul yığmağı necə təşviq etmək olar? Bu sualın cavabını da tapmağa kömək edir. Bu təcrübələr bizə bu cür mürəkkəb suallara cavab tapmağa imkan verir. Nəticə etibarilə bu eksperimental yanaşma iqtisadiyyat elmində əsl bir inqilob etdi desək yanılmarıq. Çünki bu təcrübələr o saf rasional, homo economicus ideyasını bir növ sarsıtdı və bununla da davranış iqtisadiyyatı deyilən tamamilə yeni bir sahənin yaranmasına təkan verdi. Bu sahə artıq psixologiyanın da biliklərini işin içinə qataraq bizim əslində necə qərar verdiyimizə dair daha real, daha həyati bir model qurur. Deməli, yekun olaraq nəyi anlamalıyıq? İqtisadiyyat sadəcə rəqəmlər, pulla bağlı bir şey deyil. İqtisadiyyat əslində bizimlə, insanlarla bağlıdır. Bizim qərəzlərimizlə, ədalət anlayışımızla və bəzən heç gözləmədiyimiz halda bir-birimizə kömək etmək istəyimizlə. Və bu da bizi son, amma çox vacib bir sualla üz-üzə qoyur. Yaxşı, bəs bir laboratoriya təcrübəsinin nəticələri real dünyanın o bütün mürəkkəbliyini nə dərəcədə izah edə bilər? Bu haqda düşünməyə dəyər. Diqqətiniz üçün təşəkkürlər.